Kargo kuryer müştəri rubrikasında bəxşiş. Eldən də çayovoy deyirik də, yəni çay pulu. Düzdürmü? Xidmət sferasında müştəri ilə göz-gözə gələrək xidməti təqdim edən sonuncu şəxslərin böyük əksəriyyətinin müştəridən bəxşiş gözləntisi olur. Məsələn, mebel sifariş olunduğu zaman evdə o mebeli quran ustaların, oteldə otağı təmizləyən şəxsin, restoranlarda qarsonların, çatdırılmada kuryerin. Amerikadan misal göstərmək istəyirəm. Orada kuryerlə müştəri göz-gözə gəlməsi az olsa belə, müştərilər müsbət enerjini kuryerə ötürmək üçün qapıların ağzına süfrə açırlar və kuryerlər öz ehtiyacları qədərini istifadə edirlər. Təbii ki, bu Amerikanın hər yerində belə deyil. Ölkəmizdə heç kim belə etmir deyə bilmərik. Bizim də özümüzə xas bəxşiş vermə metodlarımız var. Təbii ki, nəqd pul şəklində bəxşiş verənlər var. Bununla paralel evdə bişən təyyarlardan bəxşiş verənlər var. Məsələn, qutab, lahmacun, pizza, çörəyin arasında kabab. Mənim demək istədiyim, bir kuryerin gündəlik 50-70 bağlaması olur çatdırmaq üçün. Hər müştəri çox yox, 50 qəpikdən bəxşiş versə, kuryerin gün sonu 25-35 manat əlində vəsait toplanmış olur ki, o da bu vəsaitlə günlük ehtiyaclarını, çayını, suyunu, siqaretini, maşının yanacağını təmin etmiş olur və enerjisi müsbətə köklənir. O, bu müsbət enerjini digər müştərilərə yansıtmış olur. Bir-birimizi xoşbəxt etmək o qədər də baha deyil. Burada dayanırıq, amma düşünmək üçün.